Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin. Sallallahu ala seyyidina Muhammedin ve ala alihi ve ashabi ecmaîn. Amma ba'd. Esselamu aleyküm ve rahmetullah. Hazreti Peygamberimiz Aleyhisselatü Vesselam'ın yüksek əxlaqı məziyyəti peygamberlik misyasını yerine getirmek için en ümdə vəsilələrdən birisi olmuştur. Peygamber Aleyhisselatü Vesselam'ın mübarek nesli şerifinden gelen şerif ve seyyidler ve onun mənəvi varisleri sayılan İslam alimleri həmin bu sifətlərlə müttəsif olduqlarından getmiş olduqları her bir yerde İslam dinini güzel temsil etmişler. Hele bir alimin seyyid olması bu meseleni iki qata çıxarmıştır. Belə ki, Peygamber Aleyhisselam'ın neslindən gələn şərif və seyyidlər İmam Həsən və İmam Hüseyin neslindən olmaq səbəbilə mənəvi qabiliyyətləri, bəsirətləri, mənəvi gücləri Peygamber Aleyhisselam'a genetik olarak dayandığından və eyni zamanda təsəvvüf sufilik yolu ilə öz üzərlərində işləməklə Peygamber Aleyhisselam'ın qəlb pakından gələn o nurları, o feyizləri, bərəkətləri daha tez, daha rahat əldə etmək səbəbilə, elə də bir alim olmaları vəsiləsilə getmiş olduqları hər bir yerdə din-i mübin-i İslamı həm şəri olaraq, həm də mənəvi olaraq, yəni təsavvuf, sufilik yolu ilə, vəlayət, evliyalıq yolu ilə xalqın qəlbinə, İslam torpaqlarına nəşr nüma etmişlər. Bu gözəl alimlərdən, Allah dostlarından, haqq aşiqlərindən biri də Seyyid Pir Abdülcabbar babadır. O, Qubanın Möhüc kəndində mədfun olmuşdur. Başdaşında yazılmış olan yazdan almış olduğumuz məlumatdan belə məlum olur ki, 1208-ci ildə hicri təqvimi ilə vəfat etmişdir. Bu da təxminən 1749-cu ilə təvafuq edir. 18-ci əsrdə yaşamış İslam böyüklərindən biridir. Elmi fəaliyyəti bizə məlum deyil, amma qəbr-i saadəti ki, Möhüc kəndi vəsiləsilə Qubamızı, şimal bölgəmizi müzəyyən etməkdədir, feyizləndirib, bərəkətləndirməkdədir. Ta o devirdən indiyə kimi qəbr-i saadətini ziyarət edən insanlar onun feyz və bərəkətindən istifadə etmişlər. Yoxdur. Biz ancaq onun adını bilirik başdaşından, üstündəki türbədən və vəfatının, ölümünün üstündən 100 illər keçməsinə baxmayaraq, Sufi Şeyxin Pir Abdülcabbarın bugün də böyük kəramət sahibi olduğunu, üstünə gələn insanların bərəkətlənərək getməsindən bilməkdəyik. Bu şeyxlər, bu evliyalar, xüsusən Quba bölgəsində çox sayda Sufi şeyxlərinin türbələri, məzarları vardır. Psixoloji problem yaşayan insanlar, məsələn, dəli piri adı ilə və yaxud da xəstəlik yaşayan dəmro piri kimi, yara piri kimi qorxan insanların, dərdə düşmüş, dərdə giriftar olan insanların, düşdükləri bu şərə düşən insanların düşmüş olduğu bu problemlərdən, bu dərd-sərlərdən, dünya afatlarının azad olmaqları üçün onların qəbirlərinə ziyarət etməkləri və faydalanmaqları Ümmət-i Muhammedin imanına böyük qüvvət olubdur. Hətta Sovet illərində belə insanların oktyabryatdan başlamış komsomol, pioner komsomol, partiya təşkilatına qədər bütün o Sovet hökumətinin vəhşi çarxının insanları dindən uzaqlaşdırmaq üçün Sibirlərə sürgün etməsi, kitabları, dəftərləri kəndin ortasına yığıb yandırması, ailəlikcə, nəsillikcə kulaq eləyib, səsini alıb
kolxoza belə işə götürməkləri, sürgün olunmaqları və s. baxmayaraq xalqın qəlbindəki etibarı, etimadı, imanı Sovet hökuməti çıxarda bilməyibdir. Və o səbəbdən də xalqın içində bir mübahisəli məsələ olsa, pirin adı çəkiləndə məsələ həll olurdu. Amma bugünkü gündə pirləri hörmətdən salan, ehtiramdan salan bir nəsil, bir insan topluluğu ortalığa çıxıb, nə böyüklər artıq ancaq xəstəxanaların, polisin filanın yolunu tanıyırlar, pirlərin ziyarətinə etibar eləmirlər. Nə də onlardan törəyən cavan nəsil ki var, müxtəlif firqələrə qoşulublar, onlar da pirlərə ancaq mollaların restoranı gözü ilə baxırlar. Amma və lakin biz tarixdən bilirik və bugün də şahidik ki, o evliyalar, Allah dostları Allahın qatında hansı hörmətə, ehtirama malikdirlər. Bunu Pir Əbdülcəbbarın simasında misal çəkmək olar. Quba rayonunun Möhüc kəndində mədfun olan Mövlana Pir Əbdülcəbbar həzrətləri qəbirdən bugün də göstərmiş olduğu kəramətlərlə Allah-u Teala'nın velayət mərtəbəsinin, evliyalıq mərtəbəsinin, Allah dostu olmağın böyük bir məziyyət olduğunu və İslam dininin haqq, gerçək və Muhammed Mustafa'nın əleyhissalam gerçək peyğəmbər olmağının, Qur'anın haqq peyğəmbər olmağının göstəricisidir. Əvvəla məlum olsun ki, onun göstərmiş olduğu kəramətlər nədir? İnsanlar müxtəlif dərdlərə düşəndə, aralarında mübahisə yaranıbsa, pirin adı çəkiləndə mübahisə həll olub. Əgər xəstəlikləri varsa müraciət eləyiblər. Əgər bir şərə düşüblərsə, pirə müraciət eləyiblər. Əgər kasıblığa düşüblərsə, pirə müraciət eləyiblər və hər kəsən öz nisbətində pirdən öz kəraməti miqdarınca, öz qabiliyyəti miqdarınca payını alıbdır. Hətta Pir Əbdülcəbbar barəsində böyüklər danışırdılar ki, dəfələrlə görülüb ki, dəlləri iplə arabayı bağlayıb gətiriblər pirə, pirdə yatmaqla şifayab olubdur. Hətta belə danışırlar ki, bu yaxınlarda olan hadisə belədir ki, pirin yaxınlığında bir cənazə olub, yas mərasimi olub, cəmaat, xalq oraya yığılıb, yüzlərlə adamın gözünün qabağının hadisədir. Maşın gəlib saxlayıb pirin qabağında 2 kişi maşından ki, bir qadın da düşüb maşından qaçıb. Bunlar bunu tutmaq istəyəndə qadın başlayıb öz qollarını çişləməyə, öz qollarını çişləyə qoparır, qan yuyub aparır bunun qolunu. Məlumdur ki, pirə gətiriblər bunu. Orada kişilər hətta biraz zarafatla pirə xidmət eləyən mücavirə deyiblər ki, nə var o birisi adamlara salamat gəlirlər, türbət verib yola salırsan. Deyə zavalın gəlib. Gedin deyib, buna xidmət eləyə bilirsiniz. Bu da sakit gəlib, təcrübəsi genişdir. Çünki belə şeylər çox görüb, o mücavir. O qadına ki, pirin həyətində o yan bu yana qaçır, əllə işarət eləyib ki, gəl pirət, gəl türbəyə. Qadın sakit gəlib türbəyə. Əllə göstərib ki, yat pirin ayağının altında. Nalçaları atıb, bu qadın başını qoymağı ilə yatıb. Bir qədər gözləyiblər, görüblər ki, neçə gündür yatmayan insandır bu, indi durar, durmuyor. Deyib ki, mücavir də mən onda dəfn mərasiminə gedib gəlim. Dəfn mərasimi də 1-2 saat çəkir, oradan qayıdır, gəlir, gör ki, hələ də durmuyor. Müxtəsər kəlam durur qadın, heç bir şey danışmadan, dinmədən düz gedir, oturur maşına. Onu gətirən yoldaşlar da onun qardaşlarıymış. Onlar oturub maşına çıxıb gedirlər. Bir müddətdən sonra gəlib gedən, piri ziyarət eləyənlər çoxdur. Bir maşın gəlir, bir neçə qadın, bir neçə kişi, bir qadın əlində bir hinduşka xoruzu, bir adi xoruz
verir bu mücəvirə ki, kəssin. Mücavir də kəsir bunu, qadın özü təmizləyir, bişirir və yoldan keçən ustaya, fəhləyə, insanlara yedirdir, xahiş edir giysinlər və bu mücavirə yaxınlaşır, sərt bir şəkildə deyir, məni tanıdın. Bu kişi də biraz qorxur belə şeylərdən, deyir ki, yox, tanımadım. Yaxşı bax, məni tanıyırsan. İndi bir şər olar, filan olar. Mücavir deyir, yox, mən tanımıram, deyir səni. Qadın qolunu çəkir və göstərir ona, deyir, tanıdındır məni. Mücavir baxır, gör, dişləyir yerləri, bütün nə qədər dişləyib, qopartıb ətlərini. Bilir ki, həmin o qadındır. Deyir, bəli, elə buradan pirdən necə ki, salamat getmişəm, əlhamdülillah, şəfamı da tapmışam. Yeri gəlmişkən onu da deyim ki, pirdə yatmağın səbəb və hikməti budur ki, insan yatdıqda insan ruhu seyranisi onun bədənindən çıxır, aləm mənada, aləm bərzəxdə seyr eləyir. Əgər ki, həmin evliyanın ki, ruhaniyyəti, ölənlərin ruhani bədənlərindən çıxır, aradan bərzəxdə gedir, evliyanın ruhaniyyəti o xəstəyə, yatan adamın ruhuna təvəccüh eləsə, nəzər yetirsə, o adam sağalır. Bu, məsəl, qəflə pirində də və s. pirlərdə də belədir. Quba cəmaatı yaxşı bilir. Və Pirab-Cabarda yatan bu qadın şifaya bulur. Mən özüm Ramazan ayında bir xəstəliyə giriftar oldum. 5 aydan çoxdur artıq həkimlər filanlar müəyyən qədər kömək oldu, az kömək olmadı. Çox əziyyət çəkdim. Müxtəsər bir neçə gün bundan qabaq hələ könlümə düşdü. Allaha ərz elədim ki, şifa tapacağım ki, yeri mənə ilham eləsin. Həkimdir, hər kimdirsə. Və Pirab-Cabara getməyim qəlbimə ilham oldu. Və pirin ziyarətinə getdim. Və pirin ayağında kənar yerdə mən qəti şəkildə yata bilmirəm. 1 dəqiqə yatdım və yuxudan durduqdan sonra baxıb gördüm ki, bədənimdəki həmin ağrılar, sızlar bədənimdən çıxıb gedibdir. Elhamdülillah. Amma bunu görməyən, bilməyən insanlar da vardır. Necə ki, Peyğəmbər əleyhissalamın zamanında Həzrəti Peyğəmbərə Əbdülmüttəlibin yetimin gözü ilə baxırdı Qureyşlilər. Necə ki, şeytan Adəm əleyhissalama torpaqdan yaranan bir material olaraq baxırdılar, amma Adəm əleyhissalamın mənəvi kəmalatını görmürdülər. İndi də evliyaların mənəvi kəmalatını görməyən, onlara komünistlərin baxmış olduğu nəzərlə baxan müsəlmanların komünistləri var. Komünistlərin müsəlman variantı var. Bunlar evliyaların evliyalıq böyüklüyünü, Allah dostu olmağını anlaya bilmirlər. Yəni, o yer onlarda işləmir. Və belə şəxslərdən birisi də Sovet illərində Komünist Partiyasına xidmət eləyən bir müəllim olubdur. Yəni, adını da, familiyini də bilirik sadəcə olaraq. Yəni, deməməkdə fayda var. Biraz mənə tənbəh edirlər ki, xüsusən də anam adla, ünvanla danışma deyir. Bu müəllim pirin əleyhinə iclaslarda, filanlarda danışır və devlətdən də təklif verir ki, üstünə çox gözəl bir türbə var onun qızıl kərpicdən. Oranı orta məktəb, ibtidai sinif məktəbi kimi istifadə eləməyə icazə versinlər. Yəqin ki, icazə verirlər ona və xalqın gözündə hörmətdən, etibardan, güvəndən salmaq üçün pirin günbəzinə tüfəngdən güllə atır. Ki, əgər pir varsa mənə qəlim olsun. Mənə canımı öldürsün. Pirin günbəzinə ip atıb ay parasını yıxır. Pirin içəridə günbəzdən bir zəncir olubmuş. O zəncirdən tutub cama dilək-dua eləyiblər. O zənciri qırır. İtirir. Qəbrini də dağıtaraq orada kitabxana düzəltir. Məktəb, kitabxana və s. Və fəxr də eləyir ki, o piri dağıtmışam, mənə heç nə olmur. Mənə qənim də olmur. Və Qubada ev tikmək istəyir. Bunun üçün ona taxta ağac material lazım olur. Müşahçılar, ustalar gətirir ki, pirdən ağac kəsək.
Onlar imtina edir, qətiyyən biz eləmərik. Deyir, onda mən birini kəsim, mənə heç nə olmayacaq, siz də kəsərsiniz. Alır əlinə baltanı, nacaq yox ha, balta. 16 kilo olur, bir putluq. Orada bir vələs ağacına, necə ki bu ağacı, baltanı çaxır. Mən sizə vallah və billah imanımın üzərinə and içərək deyirəm ki, bunu eşidən qadın danışıb mənə. 90-cı illərdə Mövcükəndə Quran xətmində idi bir qoca nənə ki, o səsi bütün kənd eşitdi ki, ağac ah deyə fəryad elədi. Və həmin o nacaq çaxılan yerdən ağacın içərisindən qırmızı qan kimi su gəldi. Ustalar müşarlarını alıb qaçıb çıxıb gedirlər, eləmirlər. Bu zalım balası ağacları kəsir, gətirir Qubaya və evinə material olaraq istifadə edir. Amma və lakin o evdə yaşaya bilmir, xəstələnir, gözləri tutulur. Bu o qədər harınlayan bir şəxs olub ki, o qədər də pulpərəst, şöhrətpərəst adam olub ki, onun yaxın qohumlarından birisi mənə söhbət elədi. Dedi ki, çağırır, deyir ki, bacıoğlu, axşam gələrsən dayının yanına, dayı sənə bir şey göstərəcək. Kənd evləridir, alçaq, seksiz bir mərtəbədir, üstündə yaşayışdır. Orada bəzən tövlə, bəzən də alt mərtəbəni ambar olaraq istifadə edirlər. Çağırır, ay dayı, hara yoxdur. Birinci mərtəbəyə girir, gördə bir qəbir kimi uzun bir şey var. Yaxınlaşır, gör ki, pul ənbizidir. Yaxınlaşanda pulun altına eləyib çıxır. Sən demə, dayı uzanıb, pulla da örtüb üstün. Deyir ki, görürsən, bacıoğlu dayının nə qədər pulu var? Belə bir adam axırda elə günlərə qalır ki, çörəyinə şor vurub yeməyə evində heç nə olmur. Bankanı alıb belə düşür kəndə, qapı-qapı gəzir, gəlinlərə yalvarır ki, buna bir tikə ay gəlin. Əgər bugün nəhr eləmisənsə, yağ yox ha, şor yox ha, bax indi sən. Nəhrə eləmisənsə, bura bir tikə ayran tök, tikan batırım yiyim. Orada vermirdilər, qollayırdılar qapıdan. Və gəlir evə, çay qoyur, çayını da içmədən gedir və yoxa çıxır. Bir başqa müəllim uşaqlar ekskursiyaya götürəndə gedir, baxır, görür ki, pirdən ağac kəsən, zəncirini qıran, günbəzini tüfəng atan, ay parasını qıran, qəbri dağıltan həmin o adam pirin həyətində armud ağacından özünü asıb. Və pir öz gücünü xalqa, cəmaata göstərdi. Allah-u Teala öz evliyasının intiqamını ondan aldı. Və bu Pir Əbdülcəbbarın bunun kimi çox böyük kəramətləri var. Misal da çəkdim, öz canımda da gördüm ki, çox şifayab eləyən Allah dostlarından bir zatı möhtərəmdir. Allah Teala himmətini üzərimizdə daim eləsin, şəfaətinə bizləri nail eləsin və qiyamət günündə civarında həşr nəşr olmağı cümləmizə nəsib və müyəssər eləsin. Allah'a əmanət olun. Bu mənim şeyximi görə kim gəlir? Zövq ilə səfalar sürməyə kim gəlir? Zövq ilə səfalar sürməyə kim gəlir? Allah. Həmin zəncir asılan yer bura olub. Pir Əbdülcəbbar babanın saadətli məqam-ı şərifi, qəbri saadəti budur. Seyyid olduğu üçün qəbrin üstü də salavat şərifə yazılıdır. İnşallah ki, bir yerdə dua eləyək.
aleyke. Sultan Baba Rüstem. Esselamu aleyke baba Muhammed baba. Esselamu aleyke. Ya Pir Abdülcabbar baba. Radiyallahu anke ve rızake ve ceale cennete meskeneke ve mahalleke ve mehvake. Esselamu aleyke ve ahibbayke ve ehl-i beyti hediyeten minne vasile. Suretil Fatiha. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elif lam mim. Zalikel kitabu la raybe fihi huden lil muttaqin. اَلَّذ۪ينَ يُؤْمِنُونَ بِالْغَيْبِ وَيُقِيمُونَ الصَّلَاةَ وَمِمَّا رَزَقْنَاهُمْ يُنْفِقُونَ وَالَّذ۪ينَ يُؤْمِنُونَ بِمَا أُنْزِلَ إِلَيْكَ وَمَا أُنْزِلَ مِنْ قَبْلِكَ وَبِالْآخِرَةِ هُمْ يُوقِنُونَ أُولَٰئِكَ عَلَى هُدًى مِنْ رَبِّهِمْ وَأُولَٰئِكَ هُمُ الْمُفْلِحُونَ صَدَقَ اللّٰهُ الْعَظِيمُ. Amin. Ya bari pərverdigara qiraat olunan Qur'an-ı Kərimdən Sure-i Cəllədən hasıl olan savlar xətm bəxş əvvəl Peyğəmbərimiz, iki cahan güneşi Muhammed Aleyhisselatü Vesselam ruhu teyyibələrinə və sar Peyğəmbərlərin salavatullah salamu aleyhi mecmən ruhlarına, Peyğəmbərimizin ailinin, əshabının, əzvacının, evladının, ətbaının, kar, yar, yüzün, kar, müştehidin, Pəncəhəl-Abad, Çardar, Məsum, Həzrət Əbu Bekir, Ömər, Osman, Heydər, İmam Həsən, İmam Hüseyin, Fatimə-tü Zəhra radiyallahu anhum əcməin həzəratın ruhu teyyibələrinə, cümlə sahabe-i güzinin, ənsar-ı muhacirinin, Əhl-i Beyt Resulullah Zəvam Teala aleyhi məcmən həzəratın ruhu teyyibələrinə, dörd məzhəb imamlarımızın, müştehid imamlarının, cəmiyyən alimlərimizin ruhlarına, Şahanlar Bahadın, Buxari, Abdülqadir Gilani, Cüneyd-i Bağdadi, İbrahim Dusuq, Əbul-Həsən Şazili, Ömər Suğreverdi, Əhməd Rufai, Qadəsə əsərum əcmən ruhlarına, yollarında olan cəmiyyən, müridan, mühibban, dostan, dərvişan, bəradəran, ixvan, cümləsinin ruhlarına, Həzrədə Əbu Bəkr Siddiq, Əkbər, Sümmə Əli-nil Heydər, Ustadımız Şeyh Siracəddin Əfəndi Dağıstani, Qudsə Sırrı Həzrətlərinə qədər gəlib keçən Məşəği Zəvül-İhtiram Həzəratın ruhu teyyibələrinə Mövla vasiliyiz. Atanlarımızı, babaannelərimizi, təbliğatlar, usul-ü furularımızı, Fatih-i Şərifə möhtac olan din qardaş bacılarımızı və ələl-xüsus hazırda mənəvi huzurunda olduğumuz Pir Abdülcabbar babanın ruhuna əlgə elədik, Mövla vasil eyləyəsən. Ya Allah, günahlarımızı əfv elə, xətalarımızı bağışla, axır aqibətimizi xeyr eləyəsən. Sələf-i salihini, mömin kimsələrin, salih kimsələrin, evliyaların, pirlərin, şeyxlərin, pak insanların, salih bəndələrin yolundan bizlərə ayırmayasan, qəlbimizi iman nuru ilə münəvvər eləyəsən, axır aqibətimizi xeyr eləyəsən. Dilimizi La ilahə illallah, Muhammedun Rasulullah zikrindən ayırmayasan. Qəlbimizi iman nurunu işıqlandırasan, bədənimizi sənin xidmətində son nəfəsə qədər sağlam xidmətdə olmağa nəsib və müyəssər eləyəsən. Qur'anı dünyaya hakim eləyəsən, qılıncını İslamın kəskin eləyəsən, bayrağını uca eləyəsən, məzlum müsəlmana yardım eləyəsən, müsəlman zülm eləyən devlətləri, millətləri məhv-u nabud, xarib pərişan, rəzil-lə rüsva, məğlub, məxsud eləyəsən. Ya Rabbal aləm, qapımıza gələnlər, adımızı çəkənlər, bizdən yardım istəyənlər, dua istəyənlər, Ya Rabbi, umdurlar, nailə, qorxduqlarını məhfuz elə, axır abədə xeyirlə, halal ruzlərini bol kisəndən, geri xəzinlərindən gün və gün ziyadə elə, nəfslərin islah elə, şeytanın məqsədindən hifz amanında mühafizə elə, düşmənləri islah mümkünsə, islah mümkün deyilsə, rədd-ü dəf elə. Ya Rabbal aləmin, canlarında olan xəstəliklərə acil şifalar əta elə. Ya Rabbal aləmin, Baba Sultan Evliya Pir Abdülcabbar babanın haqqına, hörmətinə, evlad arzuları evlad verəsən, iş arzuları iş yetirəsən, ev olmayanlara ev verəsən, ailə qurmaq istəyənlər xeyirlisə, ailə qurmaq nəsib eləyəsən, qəlblərdə olan bizə baxan bu duamıza amin deyən kim varsa da cümləsini hər gicanı əziz eləyib, nə mətləb muradları, istəkləri varsa, Pir Abdülcabbar babanın hörmətinə sən verəsən, Ya Rabbal aləm. Hamının bir arxa köməyi var. Bizim arxa köməyimiz, Ya Rabbi, sənsən, səndən yardım istəyirik və sənin yolunda xidmət edən ömrünün axırına qədər bu salih kimsələr təvəssül edib səndən yardım istəyir. Amin. Bi hürmət Seyyidil Musa Aleyhisselam və bi hürmətil Fatiha. Əvvəl bir Allah özü xətalərdən saxlasın,
Pənahında haqq bizi bəlalərdən saxlasın. Xətalərdən saxlasın, bəlalərdən saxlasın. Dilər könlüm əl-əman, ümmət dərdinə dərman. Muhammed axir zaman, xətalərdən saxlasın, bəlalərdən saxlasın. Bir Əbdülcəbbar baba, bir də Seyyid Kəlağa, Evliya Şalbuz baba, xətalərdən saxlasın, bəlalərdən saxlasın. Xətalərdən saxlasın, bəlalərdən saxlasın.